Mənə xanımın şəklini qoyublar. Adını da yazıb Şəhanə. Mənə yazır, salam Afa. Mən də yazdım salam, özü də şəxsi nömrəmə. Bəs Şəbnəmin oğlunun ad günüdür. Üstümdə pul yoxdur, nə olar? 300 manat təcili at, 200 də özümdə var. 500 manata bir hədiyyə alım. Mən axşam evə gedəndə sənə pul göndərərəm də. Açığı inandım. Mən də dedim, ay qız, elə səndən işim var, telefonu götür görüm. Yesi bastım ki, buna zəng eləyim. Bu mənə ad boy verdi. İndi deyir, yanımda adam var. Dedim, adam var, bir dənə sənin səsini eşitdim. Sən danışma dedim, mən sənə söz deyəcəm. Sən danet elə də. Mən yenə yığdım bunu. Bu yenə ad boy elədi. Dedim, başa düşmədim. Sən niyə mənə ad boy verirsən? Yazdı ki, yanımda adamlar var. Dedim, az olsun, bu sir zad deyil ki, danışığımız. Sənə bir dənə söz... Mən dəqiq inanıram ki, bu Şəhanədir də. Təsəvvür edin, məni kimi adam inanıram. Həm şəxsi nömrəm, həm Şəhanənin şəkili qoyulub, həm də ad kimi Şəhanə. Bir də yazdım buna ki, sən məndə bu nömrən yox idi də. Bu nömrəni təzə almışam, bunu qeyd eləyim. Yazdı ki, hə, məndə də get kontakt yoxdur. Dedim, bunu qeyd eləyim, dedi, hə. Dedim, sən mənə alo deməsən, mən sənə pul göndərməyəcəm. Deyəndə, bu dedi ki, mən səndən axşam rahat danışacağım, bacı, nə olar, hədiyyələrin yanında qal. Günüdür, Şəbnəm Tovuzlunun oğlunun. Mən ona hədiyyə alıram. Vallahi yenə inanıram. Dedim, açıq, mənim Azərbaycan kartım var, kartımda pul yoxdur. Yəni, nəyə saxlayayım ki, mən Azərbaycan kartı ilə heç nə almıram ki. Mən görüm orada kimə deyirəm bu dəqiqə. Amma dedim, sən mənə alo deməlisən. Mən sənin nömrəni yazacağım da indi. Bu mənə alo deməyəndə, yadıma düşdü ki, bizim bir müğənni o gün danışırdı. Ondan bir neçə vaxt əvvəl ki, məni allatdılar. Neçə 100 manatımı aldılar. Yazdım buna ki, sən maşenniksən. Ondan sonra tez məni atdı bloka. O nömrəni də ictimailəşdirmişdim. Belə maşenniklər baş götürüb çoxalır. Bunların hamısında ayıq olun dostlar.